Xeyir olsun değerli izləyicilərimiz, xoş gördük sizləri. Məşdağanın tam mərkəzinə və məktəbə yaxın və marşruta yaxın qapısına qədər asfalt 10 sot və 10 sotdan artıq torpaq sahəsinin üzərində belə bir gözəl, möhtəşəm həyət evimiz çıxıb satışa. Torpağın çıxarışı var, qiymət endirilərək təcili 150 min manat. Demək olar ki, elə torpağın pulunu götürür. İnşallah həyətin təqdimatını edək və sonra keçid edəcək evin içərisinin təqdimatına, kommunallarına qədər var. Bir dənə zəhmət olmasa sağ hissəsini göstərək. Bütün belə deyək də, yəni dekorativ bitkilər, ağacları var. Və keçək evin yan hissəsindən təqdim edək sizdə. Ev böyük evdir, gördüyünüz kimi. Gəlin inşallah zəhmət olmasa qabağa. Bax, bu hissəsində də əlavə torpaq sahəsi var. Həmin belə deyək, əraziyə və evə aiddir. Ən azından da bir 4 sot orada da torpağı olar. Buradan tam göstərin izləyicilərimiz, tam izləsinlər. Və sonra keçid edirik evin belə deyək, içərisinin təqdimatına. Maşın həyətə rahatçılıqla daxil olur. Və fikir verin, ikinci mərtəbədə də, gəlin zəhmət olmasa, İkinci mərtəbədə də açıq böyük bir eyvanı var. Ev böyük evdir. Allah hər kəsin malına, mülkünə bərəkət versin inşallah. Buradan bir qabaq hissəsində təqdim edək. Həyətdə də sancağı nə qədər var. Və keçid edirik evin içine inşallah. Birinci mərtəbə, sonra ikinci mərtəbə. Və hətta belə deyək də, mansard hissəsi də var. Bax, bu hissəni sizlərə təqdim edirik. Zal hissəsini təqdim edirik. Həqiqətən də yəni möhtəşəmdir. Bu qiymətə demək qeyd etdiyim kimi elə torpağın puludur. 150 min manat. Gəlin zəhmət olmasa qabağa. Və onu da nəzərinizə çatdıraq ki, buradan da yəni bayıra çıxmaq üçün qapısı var. Burada əlavə bir otağımız var. Bir otağı sizlərə təqdim edək. Göstərək buranı. Və sonra aşağıda da burada otaqlar var. Onları göstərək və sonra qalxırıq. Təkrarən o bir otaqların çəkilişinə inşallah. Burada da ən azından belə deyək. İndi koridor hissəsini göstərək sizlərə. Bax, gəlin qabağa zəhmət olmasa. Burada da bir otaq var. Zaten otaqlara ehtiyac var təmirinə. Və burada sanceli var. Burada da böyük bir garajı var.